Müasirlik insanların egosunu tətmin edən bir ideyadır və onu keçmişə qarşı qoyurlar. Mənə görə müasirlik tamamilə içi boş olan bir sabun köpüğündən başqa bir şey deyil. Dünya heç yerə dəyişmir. Mən bunu daima təkrarlayıram. Oxuyun Homeri, onun İlyadasını və ya Odisseyasını. Müasir dedikləri insan hansı çətinlikləri yaşayırsa, hansı dilemmalar qarşısındadırsa, Odissey də həmən dilemmaların qarşısındaydı, Paris də həmən dilemmaların qarşısındaydı, Agamemnon da həmən dilemmaların qarşısındaydı, Hektor da. Bunu görmək lazımdır ki, 2500 ildə heç bir dəyişiklik yoxdur. Amma insanlar özlərini qürurlanmaq istəyirlər. Hər nəsil deyir, vay vay bizdən yoxdur, biz nələrə gəldik, çıxdıq. Kim Sokratdan ağıllıdır ki? Kim Dədə Qorquddan müdrikdir ki? Bu nə aldanışdı? Bir-iki dənə söz öyrənirlər. Tez dəbdə olan xarici dili öyrənirlər və o dildə terminlər öyrənib dillərinə qatırlar müasir görünmək üçün. Və müasir görünmək adətən ağaların dilində danışmaq, ağaların mədəniyyətinə yaltaqlanmaqdan başqa bir şey olmur. Artıq dədə-babalarının yoluna sadiqlik də köhnəlik, gerilik kimi görünür. Şərəf olacaq bir şey artıq gerilik kimi görünür. Namus olacaq bir şey gerilik kimi görünür. Ki Konfutsunun bütün əsərləri, yəni bütün sözləri buna həsr olunmuşdu ki, bir insanın şərəfi varsa, o dədə-babalarının xatirəsini əziz tutmaqdır. Tarixdən belə qopur müasir adam, köksüz bir insandır, kosmopolitdir. Həm tarixdən qopub, həm vətənindən qopub. Deyir ki, mən müasirəm. Nədir müasirliyini axtarıb tapsan? Starbuckslardan başqa, nə bilim, Nescafelərdən başqa, orada taxılmaqlardan başqa, elektromobillərdən başqa, müasir smartfonlardan başqa nə deyə bilər sizə? Nə deməkdir müasirlik? İnsanlıqsa qədimdir. O həmişə olub, həmişə olacaq. İnsanlığın müasirləşməyə ehtiyacı yoxdur. İnsanlığın özünə qayıtmağa ehtiyacı var. Əxlaqiliyin özünə yüksəlməyə ehtiyacı var. Müasirləşməyə ehtiyacı yoxdur.